çəkdi. Qəbələ 1-ci liqaya düşməkdən son anda play-offdakı qələbə ilə xilas oldu. İllər sonra Azərbaycan Premyer Liqasına qayıtmış Kakabel Skadadze ilk sınaqda ümidləri doğrultmadı. Büdcəsi çox milyonlu legionerləri keyfiyyətli olan o vaxtki Inter Bakı ilə çempionluq qazanan gürcü mütəxəssis Azər Bağırov, Ayxan Abbasov, Tərlan Əhmədov kimi çətin günün məşqçisi deyil. 1-ci liqada bir nəfəsə çempionluq qazanmaq olar, amma rəqabətin hər il artdığı Premyer Liqada baş çıxarmaq görünür Kaka üçün artıq çətindir. Qəbələ ilk 4 turda cəmi bir xal qazanmışdı. Onu da liqada qalmaq mübarizəsində əsas rəqiblərinə olan Karvan Yevlaxla oyunda. İlk qələbə Kəpəzlə görüşdə əldə edildi. Ardınca 7 tur qələbəsizlik. Daha sonra belə bir tilsimə yanvarda İmişli üzərindəki qələbədən sonra düşdülər. Aprelə qədər 8 oyun Qəbələnin qələbəsi olmadı. Sadəcə Karvan Yevlaxın çox bərbad vəziyyətdə olması Qəbələni sonuncu olmaqdan xilas etdi. Liqada qalmaq üçün play-off görüşündə isə Qəbələ hər cəhətdən büdcə, heyət baxımından üstün olduğu rəqibi Mingəçevir FK-nı məğlub edərək azarkeşlərinə ikinci dəfə liqadan düşmə şokunu yaşatmadı. Komanda mövsüm ərzində yerli oyunçulara güvəndi. Hər turda start heyətində 4-5 milli futbolçuya yer verildi. Yenə legioner limitinin ləğvi yadıma düşdü. Buyurun yerli futbolçular, özünüzü sübut edin. Sonra itib batanda, 1-ci, 2-ci liqada gün keçirəndə vaxtında əsas komandada bizə şans verilmədi deyib şikayətlənməyəsiniz ha. Heç olmasa komanda yoldaşınız və həmyaşıdınız Prins Ovusudan nümunə götürün. Eşkin Əhmədov, Nicat Əliyev, Şahin Şahniyarov, Nuqay Rəşidov bəzi maçlarda elə möhtəşəm oynayırdılar ki, növbəti mövsümdə yəqin Azı Neftçi, Qarabağ və ya Sabahdan təklif alarlar deyə düşünürdük. Bəzən də meydanda elə görünürlər ki, fikirləşirdin, bu oyuncular Premyer Liqa səviyyəsində deyil. Qəbələnin bəzi legionerlər də ciddi fərq yarada bilmədi. Balua öz keyfinə oynayan futbolçu təsiri bağışladı. Sangare, Kuimbila, Kunde yararsız idilər. Jaime Sierra, Seydina Keita, İsmail Akinade, 9 qolla klubun bu mövsüm bombardıra olan Domi Massumo və gənc Prins Ovusu komandaya az-çox fayda verdilər. Amma yeni mövsüm üçün komandanın yenidən yığmaq lazım gələcək. Əks halda gələn mövsüm Qəbələ heç play-offa da qalmaya bilər.